Demək uşaqlar, Dəyanət liseyinin yeni nəşr kitabından mövzu neçə idi? 8 idi. Oradan bəzi suallarınıza cavab verəcəm. Sonra keçərik mövzu 9-un izahına. Yaxşı, ev tapşırıqlarını yoxladım. Kimin səhvi nə isə yazdım, bir də gedib evdə özü üçün araşdırma eləsin. Keçən videoya bir də baxsın. Oldu mu? Tamam. Asiye buyur, sualın nə idi? 1'in 6'ncısı. 1-in 6-cısı səhifə, Dəyanətin öz kitabına, TDV-nin kitabına. Lövhə yaxşılığı? Bəli. Yaxşı. 1-in mövzu neçə dedim? Mövzu 8, nömrə 1'in 6-cısı. Deməli uşaqlar nə deyir bizə burada? Deyir ki, 100 vurulsun 10, 100 vurulsun 10, bölünsün 25, minus 5 vur 2. Fəxrəddin, diqqətlə qulaq asman balım. Düz yazmışsın, amma bir də baxdım. İlk öncə biz dedik ki, ədədi ifadədə mötərizəyə baxırıq birinci, varsa əgər. İkinci, vurma, bölmə ardıcılı olaraq hansı gəlirsə. Üçüncü də toplama, çıxma hansı gəlirsə. Düzdür? Xoşla bilmiyorum. Hə. İndi baxın. 5'i vururam 2'ye. Neçə eləyim? 10. Bu bitti mi? Gəldim indi ardıcıllığa. 100'ü 10'a böləndə neçə eləyir? Vuranda daha doğrusu neçə eləyir? Ay sağ ol, yazıram 1000. Çay istiyoruz. Neçə eləyir? 1000. Böləndə 25'e. 1000 bölürük 25'e. Sonra çıxırıq nə? 10. 1000'i də 25'e bölmək üçün ən asan yolu nədir uşaqlar? Ən asan yolu. Burada bir ayrım belə 100. 100'ü 25'e böləndə neçə eləyir? Yanındaki bu sıfırı da salır yanına. Sonra yazılır nə? Çıxın, cavab neçə eləyir? Asiya, bunu necə yəni eləyə bilməmsən? Çox mənalı bir məsələdir. Çox ya yorğun olmuşsan, ya da fikrin qarışıq olur. Yaxşı, yaxşı. Sonra. 8. Neçə? 1'in 8'i, tamam, baxaq 1'in 8'i nədir? Demək ki, orada deyir 14 çıxılsın 2'nin kubu, 14 çıxılsın 2'nin kubu və 2 üstü 3. Bölünsün, 4 vurulsun 2, çıx 6. 4 vur 2, çıx 6, bərabərdir. Birinci burada nə edəcəyik uşaqlar? Mötərizənin içini 4'ü 2'ye vuranda neçə eləyir? 8'den 6 çıxanda neçə eləyir? Demək ki, bu mötərizənin cavabını tapdım. Neçə elədi? Yazdım bura. Gəldik indi bərabərdir. 14 minus. Öncə 2'nin kubunu yazarım. Yazmazsa uşaqlar nədə çaşır? 14'den 2'ni çıxır, 12, 12'nin kubunu tapmağa çalışır. Düzgün deyil. Biz bir nə edəcəyik? 2'nin kubu. 2'nin kubu nə deməkdir Fəxrəddin? 2 O da neçə eləyir? Ay sağ ol. Yazırıq 8 bölünsün. Bunun cavabını aldıq 2. İndi burada birinci əməl nə eləyərik? Bölünür 2'ye. 14 böl 4 və başlayın. 14 çıx 4. Neçə eləyir? 10. Məsələn. Başqa var mı birdən? Keçək sonra neçəni istədin? 2'nin birincisi. 2'nin birincisi. Ben ikincisi. Ekranı götür. Tamam. Ben de geçiyorum. 2'nin nə? Birincisi. Aha. Gəlin yazaq. Səhifə bir də yazaq ki, itməsinlər. Səhifə neçə? 24'dən nömrə 2'nin birincisi. Yazılıb ki, 12 üstəyər 70 bölünsün, 2 mötərizə, 3 vurulsun 4'ün kvadratı, minus 3 vurulsun 20, plus 6, bölünsün 2, bağlayırıq mötərizəni, minus 10 bağlayırıq mötərizəni. Uşaqlar, bir dənə diqqətlə qulaq asın. Şeylə onu. Deməli uşaqlar, burada nə edirik birinci növbədə? Mötərizənin içində olan bütün ifadələri, əməlləri ardıcıl yerinə yetiririk. Birinci növbədə bu mötərizənin içinə baxırıq. 3'ü 20'ye vuranda neçə eləyir? Bura eləyir nə? 60. 60'ın üstünə 6 gələndə yazdırıq belə nə? 60. Sonra bu 66'ın nəyə bölməliyəm? Bax belə yazıram. 66 böl 2 neçə elə? 33. Buranı
işledik, kurtardık. Neçə oldu? 33. Sonra geldim. Bakın bu bütün mötərizənin içindədir də, bax bunun içində. Fikir verirsiniz. 3'ü vururam nəyə? 4'ün kvadratına. 4'ün kvadratı neçə idi? 3'ü də 16'ya vurandı neçə idi? Deməli görün nə aldım mən? Bu mötərizədən mənə söhbət gedir. Bax bu hissədə. 48 minus 33 15. buranı işlədik. Gördünüz neçə elədi? 15. 15. 15'dən də nə eləməli? 15'dən də 10 çıxıram. 70'i de 5'e böldüm. Düzdür Yusuf? Aysa. Demek ki bu mötərizənin bütün cevabı nəyə bərabər oldu? 5'e. 5'e. İndi gəlin yazaq. 12 plus 70 bölünə 5. 12 plus 70'i 5'e Ama bölünə ilk önce şey. bölmeliydik. 70'i 5'e böldük. 14, 16, 26. Buyurun. Neçəydi? 24'ten ömrə 3'ün üçüncüsü. Deməli nə istəyir bizdən burada? 6 vurulsun 3 vurulsun 2 plus 1'in kvadratı. Burada belə bir ulduz işarəsi qoyub, yəni müqayisə ilə. 6 vurulsun 3'ün nəyi? Kubu. Uşaqlar gəlin hesablayaq. Birinci 2'nin üstə 1 gəlirik. Neçə eləyir? 3. Aldıq ki 6 vur 3. 3'ün nəyi? Kvadratı. Məhəmməd. Birinci ben burada ne eləyəcəm? Bütün kvadratını Əlbəttə birinci 3'ün kvadratını yapacağım. 6'nı 3'e vuracağım. Neçə eləyir? 6 vur 3 vur 9. 18'i de 9'a vuranda neçə eləyir? 62. Bura hazır. İndi bunu işləyirik. 6 vurulsun 3'ün kubu. 3'ün kubu ümumiyyətlə nə deməkdir? Fışkırmayın, çok fışkırmayın. Ben 160. Elədi nə? 27. İndi bunu silirəm burada. 27'den 6'ya vuruyor. 6'nı 27'ye vuranda neçə eləyir? 120. 162. Uşaqlar bunlar ikisi de ne oldu? Beraber. Ne qeyd edin zəhmət olmasa? Demək mövzu 9. Səhifə neçədir? 25. TDV yeni nəşr. Mövzunun adı uşaqlar yazırıq. Ədədin bölən və bölünənləri. Ədədin bölən və bölünənləri. Yusuf yazın. Ədədin bölən və bölünənləri. Ne? Bölünənləri. Natural ədəd bilirsiniz də nədir uşaqlar? Nədir natural ədəd? Sıfırdan böyük olan ədəd demirlər qaydasını. Say zamanı istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Ən kiçik natural ədəd neçədir? 1. Ən böyük natural ədəd neçədir? Sonsuz. Uşaqlar, natural ədədlər sonsuzdur. Bunu bilməliyik. Amma natural rəqəmlər isə sonludur. Nə üçün? 1-dən 9'a qədərdir. Yəni sonu var ona. Yaxşı. İndi yazırıq. Qayda 1. Natural ədədin qayda 1. Natural ədədin qalıqsız bölündüyü ədədə həmin ədədin natural böləni deyilir. Natural böləni deyilir. Edenin zəhmət olmasa. Natural böləni deyilir. Bəli, davamını qayda 2. Qayda 2. Ədədin ən böyük böləni özüdür. Ən kiçik
böləni isə birdir. Yəni, lazım eləməyə, məsələn, götürək bir 12 ədədi. 12 ədədi. Bu ədədin bölənlərini tapaq. Nəyini? Bölənləri. Baxın müəllimə. 12 nəyə bölünür? Ən kiçik. 1-ə, 2-yə, 50 bura bax. Ən kiçik bölən hansı olur? 1. Ən böyük bölən hansı olur? 12. Yəni özü olur. Aferin, yəni özü oldu. Sizə deyə bilərlər ki, verilmiş ədədin ən kiçik böləni ilə ən böyük bölənin cəmini tap, hasilini tap, fərqini tap, 2 mislini tap cəminin, fərqinin 5 mislini. Demək, siz anlamalısınız ki, orada bir və özündən söhbət gedir. Yaxşı, qeydənin zəhmət olmasa. Ədədin bölənləri sonludur. Ədədin bölənləri sonludur. Ədədin bölənləri sonludur. Yazdı? Ədədin bölənləri sonludur. Bu qaydaya əsasən, bu qaydaya görə ədədlər 2 qrupa bölünür. 2 qrupa bölünür. İcazə verirsiniz buranı silim. Bəli. 2 qrupa bölünür. Birinci grup ədədlər hansılardır? Birinci grup ədədlər. Uşaqlar, həmin ədədlərə sadə ədədlər deyilir. Nə deyilir? Sadə ədədlər ədədlərdir. Birinci grup. Nə deməkdir sadə ədədlər? Özünə və birə bölünən ədədlərdir. Məsələn, 7. 7'nin böləni nədir uşaqlar? 1 və 7. özü. Məsələn, 11. Əlif, 11'in bölənləri nədir bala? 1 və 11. 1 və 11. Məsələn, 41. 41'in bölənləri nədir? 1 və 41. 1 və 41. oldu mu uşaqlar? Ben oradan neye donadı? Yani bütün sadə ədədlər tək ədədlər sayılır. İndi deyəcəm. Ulduzlu qayda kimi qeyd edin. Ulduzlu qayda kimi. Ən kiçik, bax bu sizə təklif kimi düşə bilər imtahanlarda. Ən kiçik sadə ədəd sənin o sualda cavab deyirəm, Əli. Bəli. Sən dedin ki, müəllimə, bütün sadə ədədlər tək ədəddir. Qulağısını. Ən kiçik sadə ədəd, bəli, 2'dir. Ən kiçik sadə ədəd 2'dir. 2. Yəni 2 1'ə bölünür, bir də nəyə? 2'yə bölünür. Ən kiçik sadə ədəd nədir? 2. Yeganə cüt ədəddir ki, nədir? Ama mesela mənə 4 ala bilməz. Çünki həm 4 Olmaz, bir- olmaz. Oldu mu? Yəni, Ulduz qaydalardan birini də qeyd edin. 1 nə sadə, Nədən nə mürəkkəbdir? də Nədən mürəkkəbdir? mürəkkəb ədəddir. Sadə. Mürəkkəb ədəddir. Sizə birdən belə bir sıra verilə bilər Məhəmməd. Deyər ki, A bəndi yazmayın, qulaq asın.
A bəndi 2, 3, 5, 7. B bəndi 2, 5, 7, 11, 9. C bəndi 1, 2, 3, 5, 7, 11. Deyir, bu bəndlərdən hansı ancaq sadə ədədlərdən təşkil olunmuşdur? B. A. Niyə ki? B niyə deməli? Çünki 9 həm 1-ə, həm 3-ə, həm 9-a bölünür. A. Hə. A. A bəndi deyirsiniz. Gəlin araşdırma edək. 2, 3, 5, 7. Bəli, 2 ən kiçikdir, 3 də sadədir, 5 də sadədir, 7 də. 2, 5, 7, 11 sadədir Fəxrəddin, amma 9 sadə deyil. Çünki 9 həm 1-ə bölünür, həm 3-ə bölünür, həm 9-a bölünür. Oldu mu? C'de de bir sade. Bəli, C'də də iş pozulub burada. Biz dedik ki, bir nə sadə, nə də mürəkkəb ədəddir. Oldu? Yaxşı, bunu bildik. Malabız. Birinci qrupdan söhbət elədik. Xədicə xanım. İkinci qrup görəsən hansı ədədlərdir? Hə? Yazın. Mürəkkəb ədədlər. Nədir? Mürəkkəb ədədlər. İndi bu sadə ədəd bölümünə aid sizə bir qəşəng test düzəldəcəm burada. Tapşırıq düzəldəcəm. Kim onu tapsa, demək ki, dərsi tam dinləyib. Yaxşı mı? Mürəkkəb ədəd nədir uşaqlar? 2-dən çox böləni olan ədədlərə yazırıq. Aha, bunun qaydası, yəni nə deməkdir də? 2-dən çox böləni olan ədədlərə nə deyilir? Mürəkkəb ədədlər deyilir. Oldu mu? Oldu. Sakin. Müəllimə, 2 mürəkkəb ədəd deyil. Xeyr, 2 indi sən özün dedin ki, ən kiçik sadə ədəddir. Və burada ulduz kimi qeyd edin, ən kiçik mürəkkəb mürəkkəb ədəd Onda 3 mürəkkəbdir. ən kiçik mürəkkəb ədəd 4'dür. Neçədir? 4. Uşaqlar 3 1'ə bölünür, bir də özünə bölünür. Bu sadədir. Yaxşı mı? 4 isə 4'ə bölünür, həm 1'ə bölünür, həm 2'ə bölünür. Bəli, artıq 3 dənə oldu. Biz də dedik ki, 2'dən çox olarsa, yəni ən az 3 dənə böləni olarsa, artıq bu nədir? Mürəkkəb ədədidir. O cümləni də yazın. Ən az Yəni 2-yə bölünən hamısı mürəkkəbdir. xeyr, onu indi deyəcəm o cümləni də. Ən az 3 böləni olan ədəd nədir? Mürəkkəb. Ən az 3 dənə böləni olmalıdır. İndi Selin xanım deyir ki, müəllimə, ekranı götür bir dənə var ya. Selin xanım deyir ki, müəllimə, bütün cüt ədədlər mürəkkəbdir. Xeyr, bütün cüt ədədlər mürəkkəb deyil uşaqlar. Cüt də var, tək də var, düzdür. Amma hamısına biz deyə bilmərik o mürəkkəbdir. Nə üçün? Çünki 2 orada işi pozur. Riyaziyyatda hər dəfəsində, dəfələrlə eşitmişsiniz böyüklərinizdən, müəllimlərinizdən, mən özüm də deyirəm hər dəfə uşaqlarıma, riyaziyyat o qədər dəqiq elmdir ki,
zərrə qədər belə qaydanı pozan nəsə olarsa, ona o qayda kimi qəbul eləmir. Tamam mı? Baxın, indi sizə cümləni necə verə bilər? Birinci təklif kimi necə verə bilər? Qulaq as qızım. Bütün Daha doğrusu bütün kızım. Bütün düzenler mürekkebli çünkü bire de bölünür. Selin qulaq as. Selin qulaq as. Qulaq as. İşte ne oldu? Qulaq asın. Deməli, sizin sualı verər təklifi. Cüt ədədlər mürəkkəb ədəd ola bilər. Bu doğru fikirdir. Nədir? Doğru. Ola bilər. Yusif. Ola bilər. Hansılardır? 4, 6, 10, 24 və s. sonsuzdur. Və sənə belə bir sualı təklifi verir. Cüt ədədlər mürəkkəb ədəddir. Nədir? Bu doğru değil. Niye doğru değil? Çünkü iki işi pozur. Bəli. Ona göre ki 2 nədir? Sadə ədəddir. Çünkü sadece ne bilemek. Amma bu fikir doğrudur. Bura baxın, cüt ədədlər mürəkkəb ədəd ola bilər. Məsələn, biri sənə deyir ki, istəyirsən gəl, istəyirsən gəlmə. Yəni vaxtın olsa gedərsən, olmasa getməsən. Bir dəfə deyirlər ki, sən bizə bugün mütləq gəl. Yəni nə olsa da, nə işin olsa da sən mütləq gəlməlisən. Və yaxud da deyirəm ki, bugün bizə gəlmə. Sənə onu mən dəqiq deyirəm, gəlmə. Deyirəm, gəl. Gəl edə bilərsən. Yəni gəlib gəlməməyin özünü düşün də. Hə. Onu yazdım. Hacı. Ama ikiden başka bütün adedler mürekkep eder. Bəli. 2-dən başqa bütün cüt ədədlər mürəkkəb ədəd. Ədədlər sonsuzdur. Bir dənə ulduzlu deyirəm. Mürəkkəb və sadə rəqəmlər. Sonludur. Aferin sizə. Bu sözü unutmuruq. Yaxşı. Rəqəmlər nədir? Sonludur. Sizcə mürəkkəb rəqəmlər hansılar idi? Ən kiçik mürəkkəb rəqəm hansı idi? 3, 4, 3 axı mürəkkəb deyil. 4, 5 yox, 6, 7 yox, 8 və 9. Bir rəqəmli deyirəm mən bana. Bəs sadə? Sadə? Ən kiçik sadə hansı idi? 2. Aferin. Sonra? 5. Sonra? 7. 10. Yaz. Altlarına da böyle yaz. Gözle. Bunları yazdırsan mısın? Obra başlığının adı neydi? Ədədin bölünəni. Yazın zəhmət olmasa. Ədədin bölünəni. Bayaqları nəyə haqqında danışdıq? Böləni. Bölən ikincisiydi də. Var. Ədədin bölünəni. Uşaqlar, ədədin bölünəni nədir? Hər hansı verilmiş bir natural ədədi bir ədədə tam bölünürsə, yəni onun bölündüyü ədəd tamdırsa, onun bölünəni adlanır. Yazılıb qayda. Yazın. Natural. Natural ədədə qalıqsız natural ədədə qalıqsız bölünən
qalıqsız bölünən ədədə həmin ədədin bölünəni deyilir. Həmin ədədin bölünəni deyilir. Nə dedik? Natural ədədə qalıqsız bölünən ədəd həmin ədədin nə idi? Bölünənidir. Həmin ədədin Elə mütləq yazılır. Oxu, nə dedik? Qayda. Natural ədəd. Sakit, xor eləməyin. natural ədədə qalıqsız Natural ədədə qalıqsız Bölünən. bölünən ədədə ədədə Həmin ədədin həmin ədədin bölünəni deyilir. bölünəni deyilir. Yəni nə deməkdir? Bir ədəd götürürsən 25. Bu ədəd bir ədədə qalıqsız bölünür. 25 5-ə necə dəfə bölünür? 5 Əgər qalıqsız bölünürsə, həmin bu ədədə verilən ədədin nəyi deyilir? Bölünəni deyilir. Yəni bölünən sözü birinci gələndir, böyük ədəddir. Bölən isə nədir? İkinci. Deməli uşaqlar, buradan ulduzlarımız var. Ulduzlu qaydalarımız var. Ulduz 1. Ədədin ən böyük bölünəni var. Bölünəni sonsuzdur, yoxdur, çox böyükdür. Onu necə desək daha yaxşı yadımızda qalar? bölünən sonsuzdur. Sonsuzdur deyək də. Nədir? Sonsuzdur deyək. Bölünən ümumiyyətlə ən böyük bölünən anlayışın demək də biraz yanlış olur da. Ədədin ən böyük bölünəni yazıb tapmaq olmaz. Trilyon demək olar. Onların çoxdur. Nəysə sonsuz yazın, bir şey olmaz. Bilin ki, yəni böyükdür də, bunun mənanı belə başa düşün. Sonsuz deyil. Ulduz 2 ədədin ən kiçik bölünəni hansıdır? Bir. Bölünəni. Özüdür. Nədir? Özüdür. Məsələn, bir dənə ədəd götürək. Baxın müəlliməyə. Yazıram böl 3. Nələri 3-ə bölə bilərəm? 3-ü bölə bilərəm, 9-u bölə bilərəm, 12-ni, 15-i, 18-i və s. Ona görə deyirik ki, sonsuzdur. Bunu belə başa düşün. Bəs yaxşı. Ən kiçik nəyi götürərəm? Özünü. Ay, sağ ol. Özünü də özünə beləndə neçə eləyir? 1. Qeyd eləyin, zəhmət olmasa. Bu birincisi çaşdırmasın ha. Ən böyük bölünəndə sonsuz buna görə yazdım. Birdən yoxdur desəm elə bilərsiniz ki, tapmaq olmur. Yoxdur da deyə bilərsiniz. Ən böyük bölünəni yoxdur. İstəyirsiniz belə də yadınıza saxlayın. Yaxşı? Varı sənə ədəd verir, o şərt qoysa. Ən böyük 2 rəqəmli bölünənini tap, ən böyük 3 rəqəmli bölünənini tap, şərt qoyarsan, tamam, düz deyirsən. Amma belə durub da desin ki, hər hansı bir ədədi 5-ə bölürsən, onun ən böyük bölünənini tap, onu tapmaq olmaz, o nə boyda ədəddir. Oldu? Yaxşı. O səs pis gedir ora. Saxla. Yazdınız? Silə bilərik? Ekranı götürdün? Mən 9'u tapşırıqları harda yapıyor? 26 səhifə. 26-cı səhifədə. Yaxşı uşaqlar. İndi gəlir orada ən böyük ortaq bölən sözü. Qeyd eləməm bana. Çək yine. Yox, indi çək. Başladım. Başlatmışam. Ha, bayaqdan başlatmışsan ha? Ha, tamam, yaxşı, bir şey olmaz. Aha. Uşaqlar, ən böyük ortaq bölən sözü deyirik indi. Qulaq asın müəlliməyə. Silirəm ha, Yusuf. Ən böyük ortaq bölən. Mən gedim bir şey deyim oğlum.
Gəlin mən bunu götürəcəm. Nə deyirik? Ən böyük ortaq bölən. Eşitmişsiniz, çox eşitmişsiniz bu sözü. Nədir? Əbab. Uşaqlar, ən böyük ortaq bölən, ümumiyyətlə ədədin ən böyük ortaq böləni deyəndə, məsələn, bir ədəd götürürəm, 10, deyim ki, 20 götürək. Oldu mu? 20 hansı ədədlərə bölünür, Yusuf? 1-ə bölünür, 2-yə, 4-ə, 5-ə, 10-a, 20-yə. Baxın bura, ən böyücü nə oldu? 20. Ən kiçik nə oldu? 21. Ay, sağ ol. İndi bir dənə ədəd götürürəm, məsələn, götürürəm 18. 18-i də, bir dənə bunları silin, bu ortaqları qeyd eləməyək. İndi götürük nəyi? 18. 18 nəyə bölünür? 1-ə, 2-yə, 3-ə, 6-ya. 18'e. Oldu mu? Bəli. Uşaqlar, ən böyük ortaq bölənbisi nə deməkdir? Hər ikisində ortaq olanı tapmalısınız. Və onların hasili. Sizcə ən ikisində ortaq nə görürsünüz? Sonra nə görürsünüz? 1. Başqa nəsə görürsünüz? Xeyr, görmürsünüz. Onda bunların əbobu bilirsiniz nə olur? Mənim 1 vur, 2. Cavab nədir? 2. Mənim belə üstdən əbob. Amma Əbob 20 18 yazar. hələ izah edirəm. Hələ heç nə yazma. Otur. Otur üzüm. İndi qulaq asın, mən sizə bunu necə yolla öyrədim. İndi kitabınızda da orada çoxlu misallar var. Səhifə 27-də yazıb ki, əboblarını tap. Əbob 20, 25, əbob 40, 50. Gəl müəllimə sizə bunu necə öyrədim. Bir dənə bunu yadda saxlayın, zəhmət olmasın. Yazıb ki, orada əbob nəyi tap? 40, 50-ni tap. Düzdürmü? Bax uşaqlar. Mən sizə bir dənə cümlənin içində, Yusuf, qulaq as, deməyəcəm sözümdə. Bir dənə cümlənin içində eyni anda bir əməl aparmaqla, həm əbobun, həm də əkobun tapılmasını deyim sizə. Nədir? Bax, dəftərinizdə belə yazını yazandan sonra sənə indi həm də belə sual verirəm, əkobun da da. Əkob daha ayrı bir qayda kimi yazılıb orada. Mən ayrı-ayrı onu deməyəcəm sizə. Bir ədəd verdim, qoşa ədəd verdim, 40-50. Sənə deyirəm ki, onun həm əbobunu tap, həm də nəyini tap? Əkobunu tap. Bax, dəftərin bir köşəsində, bu sənin dəftərindir. Dəftərin bir köşəsində 40 və 50-ni bura yaz. Yazdın? Bax, 40 və 50-yə Vaqif, diqqətlə bax. Sən gör hələ bu ikisinin də bölündüyü ən böyük ədəd nə seçərsən? 10. Aferin. Bax bura, Məhəmməd. Qalıb, ev yox. Bax, onu seçdim. Nə elədim? Aylin. Ayan oldu adın, Aylin. Leyla, heç birimiz deymiş. Uşaqlar, onu seçdim. Onu seçdim yox, onu ortaq vuruq götürdüm. Bax, 40 da ona bölünür, Leyla. 50 de ona bölünür. Görürsən? Vurulsun. 40'ı ona böləni neçə edir? 50'ni ona böləni neçə edir? Bax, qulaq asın, yazmağa çalışmayın. Uşaqlar, onu bu ortaq vuruq, ilk ağlınıza o gəldi, çıxartdıq, düzdürmü? Mötərizənin içinə bax, Əli. 4 və 5'in bölünə bildiyi hər ikisinin ortaq ədəd varmı? 20. Yox, yox. Nə? İkisinin də böləni ortağı varmı? Yoxdur. Ona göre ne inəyəcəyik? İşi dayandırdıq burada. Qulaq as. İşi dayandırdıq. Elə ədəd seçməlisən ki, həm bu da bölünsün ona, həm bu da. 1. Yəni 2 götürsən 4 2'ye bölünür, 5 2'ye bölünür, xeyr. Birlə işin yoxdur. Birə fikir vermir. Əbobunu tapmaq üçün Xədicə xanım ancaq mötərizənin xaricinə çıxartdığın ədədi yazırsan. Əbob bərabərdir 10. Bitti. Əkobunu tapmaq üçün isə əkobunu tapmaq üçün artıq içine çıxarda bilmirsən axı bunu daxilindən. Çıxartma. Yazırsan bərabərdir. Həm xaricə çıxartdığın, həm də daxildəkilərin hasili. Bitti. 20, 20 də ona vuranda neçə edir? 200. Bu qədər. Eyni zamanda həm əbobu tapdıq, həm də nəyi tapdıq? Əkobu tapdıq. Gəlin indi bir dənə ədəd götürək. Məsələn, 60 və 75. Deyirəm ki, əbob 60, 75. Eyni zamanda sənə sual verirəm ki, əkob
60 və nəyi tap? 75. Aha. Gəlin, baxaq. Dəftərimizi Yusif bir köşəyə 60 və 75-i yazdıq. Hər ikisində ayıq oluram ama ya, diqqətli oluram Leyla. Leyla idi. Yağmur. Diqqətli olun. Hər ikisinə baxıram diqqətlə. Görüm mənə ikisi də ən çox nəyə bölünər? 15'e. Maşallah zəkisiz. 15. Birdən 15 ağlıma gəlmədi. Bu da 0-la bitir Fidan. Bu da 5-lə bitir. Hər ikisi də mənə nəyə bölünür? 5'e. Bax Fəxrəddin, gəl 5-i çıxardaq. 60'ı 5'e böləndə neçə eləyir? 14. 12. 75'i 5'e böləndə neçə eləyir? 15. Müəllimə iş qutardı? Xeyr, qutarmadı. Nə üçün əli qutarmadı? Mötərizənin içindəki ədədlərin ikisinin də bölünəcək bir ədəd var. 3. Necə 3? Ona görə də bu 5'i saxlayıram burada, Xədicə. 3'ü də çıxartdım. Bax indi. 12'ni 3'e böləndə neçə? 15'i 3'e bölünür. İş bitti. 4 və 5'dən nəsə çıxır? Hayır. Aferin. Gəlirəm indi bura. Nəyi istəyirəm səndən birinci? Bu ancaq xaricdəkilərin hasilidir. 5 vur 3 canım 5. 15 vur 3. 15. Əkobu tapırıq. 5 vur 3 Əkobu isə 5. hamısı. 5 vur 3. 5 vur 3 vur 4 vur. Uşaqlar bura baxın. 300. 25. 25'i 4'e vuranda 100. 100'ü de 3'e vuranda 300. Mesela. Bu da sizin Əbab Əkobu'nuz. Gördün Asiye Hanım? Korkurdun. Ekranı götürmə bana. Bunları Bakın. 2 tane izah eləyirəm. Qoy tam anlaşılsın. Ondan sonra bütün tapşırığı evə verəcəm. Yaxşı? Ha. Aha. Bakın müəllimə yazdım ki hə, 28-ci sualda məsələn. Gəlin yazaq 8-ci sualı. Yazılır ki 42-70 sakit. 42-70. Əko 42-70. Vagif. Gəl biz həm də özümüzə sual verək ki Əbob 42 və nəyi də tapar? 70'i də tapar. Neynəyək burada uşağım? Nə? Hə. Baxın müəlliməyə. Bura baxın uşaqlar. Ne edirəm burada? Əli 42 və 70'i dəftərimin bir köşəsinə yazıram. Baxıram ki mən bundan ortaq vuruq nə çıxarda bilərəm? 14. Nə çıxarda bilərəm? Ha, 42 də 7'ye bölünür, 70 də 7'ye. Yəni çətin bir şey deyil də. 7'ni çıxartsam 42'ni 7'ye bölənə nə qalır? Bəs 70'i 7'ye bölənə nə qalır? Uşaqlar bir dənə baxın. 6 və 10'un ortaq vuruğu var. İkisi də cüt ədəddir. Siz yerlərin. Aferin. Deməli 7 vur 2. Buna atmıram ha. O gəlir buraya. Yeni çıxartdığımı da yanına gətirəm. 2'ye bölür 3. Burada nə qalır? 5. 3 və 5'in ortaq böləni var mı uşaqlar? Xeyr. O zaman mən nə edərəm Yağmur xanım? Ərbab nədir? 7 vur 2. 7 2 bərabərlik. 14. Ha. Məhəmməd deyəcək. Məhəmməd. Əkrabı nə olacaq? Məhəmməd deyəcək. Hə, bağışlayın. Bağışlayın. Çok pis iş gördük. Buraya yazırıq, düzdürmü? Aha, Məhəmməd cavab ver bana. Bu əkobu nə olacaq? Sakit. Kim cavab verə biləcək? Əlini qaldırsın. Cavab verə bilənlər. Hə. Fidan, niyə əlini qaldırmırsan? Anlamadım. Bu boyda izahdan. Fəxrəddin sən iyisin. Yazırıq dəftərimizin köşəndə. Anlamadım. Sən də anlamadın. Mənim üstü yaza bilmirəm, çatdıramam. Yo, bunu deyirəm, Selvin hələ sən de görün. Mən 42'nin 70'ine kobu. Hə. Mən birinci 42 ile 70'in bölənlərini tapırıq. O da
Selin, deyəm sənə görüm. Sən də elə xəcə. 7 vur 2 vur 3 vur 5. Bəs tamam. 7 vur 2 vur 3 vur 5. 210. Bu da eləyir nə? 10. Onda vuranda 21 vur 10 210. Bəs tamam. Yəni bunu anlamayan yer nə qaldı? Mən başa düşmədim. Ben orada yazmıştım. Yetini vurur ikiye. Mötərizənin xaricinə çıxanları vururuq bir-birinə, olur əbu. Gəlin 12-ni yazaq. 28-də 12, 120 ilə 150. Mən burada Əbob tapaq 120 ilə 150-yə. Həm də nə tapaq? Əkob tapaq 120 ilə 150-yə. mən bunu yazıram. Kim? İzah verə bilərsən? Yavaş-yavaş çıx gəl. Yavaş dayanmış. O 28'in yana. 28'in 12'si. Birinci bunların ortak bölümünü tapırıq. Bölənini. Bölümünü. Aha, yaz. tapırıq. Yazırıq. Yazırıq. Bunların en böyük ortak böləni İlk gördüğün. 30'dur. Aha, güzel. Daha sonra Mötərizə açırıq. Mötərizə açırıq. Bunlar 30'u 120'ni 30'a bölürük. Nə qalır? 4. Aha, 4. Ondan sonra 150'ni 30'a bölürük. aha, Eləyir 5. aha. Mötərizəni bağlayırıq. 4 və 5'dən nəsə çıxır? Qulaq 4 asın. və 5'in xeyr. Fidan qulaq as. 4 və 5'dən heç nə çıxmır. Aha. Buna görə də bizim mötərizə ilə əbabu tapmaq üçün mötərizə ilə işimiz qalmır. Bunların əbabu olur 30. Daha sonra əşobu tapmaq üçün 30 vur 4 vur 5. Hamısını yazın. Bəli, hamısı çox vururuq bir-birinə. 30'u vururuq 4'ə eləyir 120. 120'ni də vururuq 5'ə eləyir 600. Aferin. Ben 11'i mən yaza bilərəm. Aferin. Deməli, dərsi dinləyənlər məlum məsələdir də. Mən 11'i mən yaza Dərsi bilərəm. dinləyən məlum məsələdir. Yazın bunu. Dəmə bölmədə çətinlik olur. Heç nə çətin bölmə bilmirsən. Mən bilməməyə ona keçir. Bana 11 Asiyə gəl birini sən yaz. 11. 11 dəftəri qoyuram, kitabı qoyuram. 11'i niyə yazırsan ki? Mən hansı? Gəl bura, mən deyəcəm. 12 ilə 48, yox. 36 ilə 30. Silirəm bunu. Bu hansı? Əkob 36, 30'u tapırsan. Eyni zamanda da əbob 36, 30'u tapırsan. Buyur. Aha. 36 ilə birinci 30'un bölənini tapıram. Eləyir 6. Mötərizəni açıram. 36'ın 6'ya böləndə tez-tez. 36'ın 6'ya böləndə 6. Sonra 30'u 6'ya böləndə 5. Bunun əçobunu yazırım. Bir də nə oldu? 6 və 5-dən heç nə çıxmır. 6 və 5'dən heç nə çıxmır. Ona görə əçoba yazıram 6. Əkoba. 6 vur. Aha. 6 vur. 6 vur 5. Aferin. Nə qalsın sonra vurmaya baxarsın. Əbaba da yazıram 6. Aferin. Gözəl. Bugün dərsi dinlədik. Tamam. Aferin. Baxın. 10-cu məsələdə deyir ki, hansı ədədlər eyni zamanda 8-ə həm də 6-ya, yox, 3-ə və həm də 6-ya bölünür. Uşaqlar, əgər 3-ə və 6-ya bölünürsə bu ədəd, deməli orada elə 6 özü bölünəndir də birinci 3-ə. Cavabı nə olur? 6 və 6-nın misilləri. 6, 12, 18. Deməli 6 və 6-nın nəyi? Misilləri. Ən kiçik ədəd elə 6-nın özüdür. 4 və 4'ün misilləri. Bilmirəm, mən gedirəm qabağa. Əgər biri-birinin bölənidirsə, hə. Mən bəs 29'da necə eləyəcəyik? Gedirik də qabağa. 29 nədir ki? Ay, şu 14'ə baxın uşaqlar, 14'ə. 14'də görün nədir? Qulaq asın diqqətlə. Yusif. Deyir, ilk 100 natural ədəd içərisində eyni zamanda həm 2'yə və həm də 5'ə bölünən ədəd.
Uşaqlar, eyni zamanda 2-yə və 5-ə bölünən ədəd 10-dur. 10'du. Yüzü de ona Həm göre. 2-yə bölünür mü? İndi deyir ki, 100-ün içində neçə dənə bayaq ədəddən var? 100-ü elə Ona ona görə verirsən. on. Oldu. Bunlar 2 dənə var. Deyir ki, Fatıma pilləkənləri 2-2, 3-3, 4-4 qalxanda 26. 14-də 2-yə və 5-ə bölünən ilk ədəd 10-dur. İlk yüzlükdə də dediyi üçün 10 dənə. 10, 20, 30, 40, 60 belə sayırsan. Saymada daha ayıqdır. Yaxşı. 26 nömrəli məsələdə. Deyir pilləkənləri Fatıma 2-2, 3-3, 4-4 qalxanda bir pillə qalır. Bu pilləkənin ən az neçə pilləsi var? Bu o deməkdir ki, sən elə bir ən kiçik ədəd tapmalısan ki, 2-də ona bölünsün, 3-də ona bölünsün, 4-də ona 12. bölünsün, 12. Əgər bir dənə pilləkən qalırsa, üstə gəl, 13. 50 olmuş. Oldu. 12 Bu qədər. Ev tapşırığı birdən 29-a və qaydalar. 29'un 29-u nə edir? Deyir Ayşə 120 fındıq, 100 qozu hər paketə eyni sayda çərəz olmaq şərti ilə paketləmək istəyir. Buna görə ən az neçə paket lazımdır Ayşənə? Əkobu tapırıq. Ən az Əbobunu tapırıq, əbobunu. 120 və 100-ün əbobu nədir görəsən? 20. 20. Ay, 20'ni 120-ni 20-yə böləcəksən, 100-ü də 20-yə sonra da böləcəksən. 6 ile 5. 6 ilə 5 ilə toplayacaqsan 11. Asiya bir balaca görür ki, orada 2 dənə ədəd vergüllə yazılar və ya 2 sətirdən çoxdur, məsələnin həcmi tezliyi burada necə eləyəcək? Hansı ki, özü bilir ama. Bu sənin hə? Gəlin. Bu qədər uşaq. Hə? 19, bilirəm 19 nədir? 24 mu? Bəsdir daha, özünüz baxın. 19 da çox asandır, gözəl baxın. 30-dan çox, 30-dan az, 20-dən çox məlumdursa əgər, deyir riyaziyyat dərsinə 4 nəfər, yox 5 sinif şagirdləri Azərbaycan dili dərsinə 6-6 olmaqlı qruplara bölünərək qrup işi yerinə yetirir. Onlar riyaziyyat dərsinə 4 nəfərlik qruplar halında təqdimat nümayiş etdirdilər. Hə, 4 nəfərdirsə, 6-6-dırsa, sizcə 20-dən çox 30-dan az olan hansı ədəddə 6-ya və 4-ə bölünür? 24. 24. Niyə bunu sual versin? Biz baş işlətdə. Asan bir şey. Qutardıq. Ev tapşırığı 1-dən 29. Əbub Əkobun qaydasına baxın, dediyim qaydada yazın. Sağ olun.